Axşamınız xeyir olsun değerli dostlar, güzel insanlar. Kimdə öskürək var, kimə soyuq olub, kimin gripi var, kimin nəfəsi xışıltılıdır. Bax, bu üsuldan istifadə eləyəcəyik. Bundan öncə də bir video çəkmişdim, amma baxdım ki, bunu həm uşaqlar edəcək, həm də böyüklər edəcək. Burada da əslində mən özüm üçün betadin yod istifadə etmişdim. Bu yodu çox sevirəm deyə elə çalışıram hər şeydə istifadə edim. Sonra baxdım, araşdırdım ki, bu yodu yəni içmək üçün, nəfəs üçün, zob xəstələri olan adam üçün qətiyyən olmaz tənəffüsdə istifadə etmək. Amma dəridə, zobunuza çəkə bilərsiniz, ayağınıza çəkə bilərsiniz, kürəyinizə çəkə bilərsiniz. Hətta videoda demişdim, onkoloji xəstələr də, döş mastopatiyası olanlar da yəni rahatlıqla çəkə bilərlər. Çox gözəl, ağrını dərhal özünə çəkir. Yəni bunu bu dəfə istifadə etmirəm. Sizə, yəni bilirəm ki, uşaqlar da baxacaq, uşaqlı analar baxacaq. Ona görə əslində mənim butulkam balacadır. Bu 1 litr su olsa daha yaxşı. 1 litrdən hündür, 2 litrlik hündür qab götürsəniz daha yaxşı olar. Buradan bir balaca deşik açıb, mən trubkanı balaca ensiz götürmüşəm. Amma siz qalın trubkalar var, ondan alarsınız. Balaca bir deşik açın, salın içinə. Boşluğu çox vermeyin ki, buradan hava keçməsin. Hava çox keçsə, bura skoçla filanla yenə də yapışdırarsınız. Çünki tənəffüs zamanı inqalasiya aparatı kimi sizə buxar verməlidir. Deməli dostlar, əslində 1 litr suya 1 çay qaşığı soda olmalıdır. Amma indi mən 1 litr su götürmədiyimə görə, qabın balaca olduğuna görə yarım çay qaşığı soda götürürəm. Əsas diqqət edin. Bu sodanı mütləq öldürməliyəm ki, bronxları narahat etməsin. Qaynar su tökürəm üstünə, köpüklənir. Soda, görürsünüz, köpükləndi. Sodanın qazı getdi. Ondan sonra üstünə otaq temperaturunda isti, qaynayan yox, isti, bizə buxar lazımdır da, ona görə isti deyirəm. Soyuq su olmaz. Qətiyyən soyuq su olmaz. İsti su tökürük. Və bura evinizdə hansı duzdan varsa, baxın mən evdə daim Himalay duz istifadə edirəm deyə Himalay duz tökürəm. Sizdə evdə adi duz var, daş duz var, Naxçıvan duzu var, fərq etməz. Hansı olur olsun. Bax, bunu ağzını bağlayıram və çalxalayıram ki, içindəki ərisin. Tamam, əridi mi? İndi nə edəcək? Əsas məsələ. Siz bunu uşaqlara da eləyə bilərsiniz, böyüklərə də eləyə bilərsiniz. Amma yod tökəndə mən baxdım ki, yodu hər kəs istifadə edə bilməz. Bronx problemi olanlar və yaxud da ürək problemi olanlar yod istifadə edilmir. Amma belə olanda hər kəs istifadə edə biləcək. Bir də sabah quru öskürəklər üçün paylaşacağım. Bu bəlğəmli öskürəklər üçün. İndi nə edəcəksiniz? Bura nəfəsinizi verməyəcəksiniz. Buradan nəfəsinizi alacaqsınız. İsti buxar nəfəsinizə gedəcək. Gündə 2-3 dəfə eləyə bilərsiniz. İlk dəfə 1 dəfə edin. 3-5 gün edə bilərsiniz. Və yaxud da gündə 1 dəfə edin, 3-5 gün edərsiniz. Tamam mı? İndi nə edirik? İndi daha rahat oldu. Mən orqanizmam laboratoriyadır. Mən onu yoddan edəndə hiss elədim ki, nəsə biraz qıcıqlanma oldu. Bir də sodanı öldürüb tökməyi unutmayın. Çünki sodanı öldürüb tökəndə bronxlara, ağciyərə, tənəffüsə narahatçılıq vermir. Baxın. Bəli. Duzludur. Amma indi çox rahat oldum. İndi oldu. İndi alındı. Və bax, bu cür edə bilərsiniz. İstifadə edin siz də. Sabahlarım sizin üçün, quru öskürək üçün paylaşacağım inşallah. Bu video əslində çox gözəl baxılırdı. Instagramda da, TikTokda da, YouTube'da da. Amma gözəl baxılsa da mən orada yəni bütün xəstələri düşünməliydim deyə ona görə videonu sildim. Çox xahiş edirəm, hər kəs videonu bir də paylaşsın, yenidən paylaşsın ki, video çox gözəl baxılsın. İnşallah ki, siz də
kripdən, öskürəkdən, bəlğəmdən qurtulacaqsınız. Sağ olun, salamat qalın.